Bu hamımızın şomba meymun alması dediği bir şeydir. Bu tutovi, tut ağacları sinifinə aid bir şeydir. Birincisi ona deyim ki, ağza vurmaq olmaz, nə bilim, parları yüngül zəhərlənmə verə bilər. Prosta məcburiyyətdən, indi mən belində, boynunda qrij olan adam kimi öyrənmişəm bundan məlhəm düzəltməyi. Bu xırda-xırda doğranır. Yəni yaxşı olar ki, yetişmişi lazımı qədər torpaqdan, Allah hər şeyi bizə torpaqdan verib, bizi də torpaqdan yaradıb. Torpaqdan lazımı qədər o şirələri çəksin. Sonra belə bir banka götürülür. Bir neçə yerdən deşilsə bəs edir. Bu doğradığımız meyvələri meymun almasın. Sonradan əlimizi, bıçağımızı yaxşı-yaxşı yumaq şərti ilə doldurulur bura və cəmi bir xörək qaşığı, çox tökmək lazım deyil. Olsa zeytun yağı, olmasa simiçka yağı tökülür və odun üstünə birbaşa qoymaq olmaz. Zəhmət olmasa qazançanı çək. Qazançanın içində su, ağzı bağlı. 2-3 saatdan sonra bu məlhəm çəhrayı rəng, korичневый, ebonit rəngi alana kimi gözləyirsiniz ki, bu məlhəm öz formasını alsın, pişsin, müşəmbəyə çevrilsin. Ondan sonra adi kompres qaydası ilə altından salafan, marli, belüzün qrija hardadırsa üstünə qoya bilərsiniz. Yenə əks təsiri ola bilər. Kimə xeyri olacaqsa o düzəltsin, birinci az miqdarda yoxlasın. Hamıya Allah şəfa versin. Bu qədər.